Belə məsələləri başa düşmək üçün mənhəc dərslərinə çox qulaq asın. Çünki belə mövzuları ancaq mənhəc mövzularında dərslərində tuta biləcəksən. Onlar fikir versə, onlar əldə ilə əqidə, mənhəcdən danışmırlar. Mənhəc olmasaydı biz saat Allah bilə hardaydıq. Xavariclər olacaqdıq bəlkə də. Çünki mənhəc səbəb oldu ki, biz qaldıq, sabit qaldıq sələfin yolunda. O cihadçılarla nə söhbət idi? Mənhəc söhbəti. Təkfirçilərlə nə söhbət? Mənhəc söhbəti idi. İndi bunlarla da nədir? Mənhəc söhbəti. Mənhəc söhbəti. Bunlar sadəcə biraz oxşayırlar bizə. Ona görə istifadə edirlər bu oxşarlıqdan. Cəmaatı da çoxsu bilmir, ona görə şübhə atırlar. Şübhə atmaqla məşğuldurlar. Ona görə qardaşlar biraz oyaq olun, dərslərə qulaq asın. Dərslərdə oturun imkan olsa. Ən azından elhamdülillah bu saat rahatçılıqdır. Otur, dərsə qulaq as, yaz, qeyd elə, qələm, vərəq əlində olsun. Bu nə üçün mühümdür? Həm dini məsələlərdə düzgün başa düşəsən, azmayasan, həm də ətrafı qoruyasan. Ən azından uşaq, hərdən görsən uşaq adamından soruşur. Hərdən görsən dostun soruşar. Hərdən görsən onlardan biri görəndə düzgün yönəldəsən. Çünki onlar biz tərəfə eşitmirlər demək olar. Olan mən sizə deyim ki, çoxsuna otursaq, çoxsu dönəcək. Çoxsu dönəcək. Lakin necə təqdim edirlər? Gör ki, biz deyirik salam vermə. Biz deyirik sıravlara salam vermək lazımdır. Onlar bizim qardaşlarımızdır. Biz hətta rafizlərin avamlarını deyirik salam ver. O dərəcədə.